Xoş gördük sizi əziz Dost TV izləyiciləri və gününüz xeyirli və uğurlu olsun. Biz sosial saatdayıq əziz dostlar. İlk dəfə olaraq bu ilin ilk sosial saatında sizin görüşünüzə gəlmişik və dostumuzdan danışacağıq əziz dostlar. Yeni artıq belə deyək iş günüdür. Bu ilin ilk iş gündür. Hər birinizə uğurlar arzuluyoruz və biz təklif edirik ki, bizim bu söhbətimizdə kifayət qədər aktiv olasınız, öz fikirlərinizi bizimlə bölüşəsiniz. Çünki studiyamızın qonağı Fərid Məmmədovdur, dayanıqlı və operativ sosial təminat agentliyinin idarə heyətinin sədridir. Fərid müəllim, xoş gəlmisiniz. Xoş gördük sizi. Və artıq belə deyək, iş günü başladı. 2026-cı ilin ilk iş günüdür və bu müddət ərzində elə bizə Dost TV-yə gəldikdə görürük ki, Dostda kifayət qədər qaynar və hərəkətli bir həyatdır. Bu daim belədir. Amma ötən ilə bir baxsaq, biz 2025-ci ili necə xatırlayırıq və ötən il hansı nəticələrlə yadda qaldı? Təşəkkür edirəm. İlk növbədə sizi və Dost TV-nin kollektivini yeni il münasibəti ilə təbrik eləmək istəyərdim. Sizə yeni uğurlar, yeni layihələr arzulayırıq. Təşəkkür ederim. Şübhəsiz ki, 2025-ci il agentliyin bir sıra fəaliyyət göstərdiyi istiqamətlərində xüsusilə yadda qaldı və biz həm göstərdiyimiz xidmətlərin operativliyi nöqteyi nəzərdən, yüksək keyfiyyət nöqteyi nəzərdən üzərində iş apardıq və bizim qarşımızda duran vəzifələri doğrudan da biz 2025-ci ildə çalışdıq ki, tam olaraq ətraflı formatda həyata keçirdək. Şübhəsiz ki, xidmətlərlə bağlı burada xidmətlərin təkmilləşdirilməsi, xidmətlərin rəqəmsallaşması və ümumiyyətcə xidmətlərin optimal səviyyədə təqdim edilməsi, vətəndaşlara təqdim edilməsi məsələsi bizim qarşımızda idi və ilin son günlərinə qədər, yəni 25-ci ilin son günlərinə qədər biz bu istiqamətdə işlərimizi apardıq və bunu mən xüsusilə qeyd eləmək istəyirəm ki, 25-ci ili biz 14 istiqamətdə 162 xidmətlə bitirdik. Və artdı. Xidmətlərimizin sayı bəli artdı və 160 idi ilin sonuna qədər. Artıq 2 əlavə xidmət də bizim xidmət siyahısına əlavə olundu və biz artıq 162 xidmət göstəririk 14 hansı xidmətlərdir o əlavə olunan? Yeni xidmətlərdir və bu istiqamətdə ümumiyyətcə mən bir şey qeyd eləmək istəyirəm ki, biz davamlı olaraq həm sosial müdafiə, həm əmək və məşğulluq istiqamətində iş aparırıq və bunlar daim bizim xidmətlərin üzərində öz təsirini göstərir və şübhəsiz ki, xidmətlərin siyahısı da məhz buna görə optimallaşır. Və eyni zamanda mən burada xüsusilə gələcək inkişafı qeyd eləmək istəyirəm ki, bu gələcək inkişafda bizim qarşımızda bir belə deyək, ümumi bir plan olaraq durub və burada mən xüsusi qiymətləndirmə istiqamətində olan yanaşmaları, eyni zamanda bilirsiniz ki, indi hal-hazırda ümumi optimallaşma və yaşıl maliyyəyə keçid istiqaməti var ki, burada da biz xüsusilə bunu sosial sahəyə gətirmək və sosial sahədə həyata keçirmək istiqamətində işlərin görülməsini planlaşdırırıq. Ümumilikdə mən onu qeyd etmək istəyirəm ki, ümumilikdə biz ümumi 2025-ci ili özümüz üçün bir uğurlu il sayırıq, hesab edirik və il ərzində biz həm funksional istiqamətində, həm əməliyyat istiqamətində, həm də ki, yeni layihələr istiqamətində bir xeyli yeniliklər elədik, gətirdik. Bir misal çəkmək istəyirəm. Biz oktyabr ayında yeni Sazgov brendini təqdim elədik və həmin brend bilavasitə sosial sahədə bir bilik və təcrübə mübadiləsi platformasına çevrildi. Çox geniş bir platformaya çevrildi. Bəli, yəni bu da 25-ci ildə baş verdi. Yəni bir çox istiqamətlərdə biz yeniliklərə və nailiyyətlərə əl atdıq və artıq
müəyyən belə deyək, irəliləyişlər bu istiqamətdə əldə olundu. Bəs ümumilikdə biz 2025-ci ildə dost mərkəzlərində bunun statistikası var. İstərdim buradan açıqlayaq. Neçə vətəndaşa xidmət göstərmişik və bu göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi, ümumiyyətlə hansı xidmətlərdən daha çox məmnundurlar? Heç şübhəsiz bəzən bu vətəndaşımızda, bizim özümüzdə belə hər hansı bir xidmətdən bizim xeyrimizə bir nəticə olmadıqda sən onu düşünürsən ki, o qədər də uğurlu bir iş deyil, bu o qədər də yaxşı bir nəticə deyil. Bax, bu paralelləri aparmağımızı xahiş edəcəm. Bəli, biz bildiyiniz kimi ilin sonunda, 25-ci ilin sonunda 4 milyonuncu vətəndaşa xidmət göstərdik və artıq xidmət sayımız artdı və vətəndaşların da bizə müraciətlərin sayı artdı və artıq ilin sonunu, ən son günündə xidmətlərin sayı 4 milyon 100 min ötdü. 4 milyon 100 min ötdü. Eyni zamanda bizim çağrı mərkəzimizin kumulativ göstəricisi də kifayət qədər yüksək səviyyədədir. Artıq 8 milyon 200 mindən çox zəngi biz cavablandırdıq. Yəni bu istiqamətdə şübhəsiz ki, ancaq 2025-ci ildə 850 mindən çox vətəndaşa biz xidmət göstərmişik. Eyni zamanda çağrı mərkəzi də 1 milyon 450 mindən çox zəngi cavablandırıb. Yəni bu sırf statistik göstəricilərdir ki, 2025-ci il bizdə nə ilə yadda qalıb? Şübhəsiz ki, biz artıq yeni rəqəmlər əldə eləmişik bu istiqamətdə. Eyni zamanda bizim xidmətlərdən məmnunluq göstəriciləri də artıb. İlin sonuna bizim xidmətlərdən vətəndaş məmnunluğu artıq 98,7% artdı və eyni zamanda bizim çağrı mərkəzindən istifadədə də vətəndaş məmnunluğu artıq 95%-ə çatıb. Yəni bu göstəricilər də onu göstərir ki, yəni biz kifayət qədər həcmli iş görürük və eyni zamanda bizim işimizdən də məmnunluq dərəcəsi kifayət qədər artıb son zamanlar. Fərqim, hər hansı bir vətəndaş müraciətinə həssas yanaşma məsələsinə toxunmaq istəyirik. Çünki burada da vətəndaş əgər yazırlar bizim izləyicilərimiz, vətəndaş əgər bir xidmətdən narazıdırsa, bir xidmətdən onu göstərilən zaman hər hansı bir yanaşmam olsun və yaxud da qanunvericiliyin izahat dilimi olsun, əməkdaşın hər hansı bir səhv deməyək, vətəndaşa görə səhv bir münasibət olsun. Bu necə araşdırılır? Bu proses necə tənzimlənir? Bəli, yəni biz Dost Agentliyində bunun üçün bir neçə kifayət qədər etibarlı kanal yaratmışıq. Vətəndaşlar bizim bu kanallardan istifadə edə bilər. İlk öncə canlı olaraq bizim mərkəzlərə müraciət oluna bilər. Əgər şikayət xarakterli müraciətdirsə. Eyni zamanda bizim virtual formatda da müraciət imkanlarımız var. Yəni bizim veb-sayt vasitəsilə, yəni dost.gov.az saytı vasitəsilə, eyni zamanda bizim bildiyiniz kimi yəni Nazirlik üzrə böyük bir portal fəaliyyətdədir, isocial.az və isocial portalı vasitəsilə də həmin şikayət baxılmağa bizə yollana bilər. Şübhəsiz ki, daxildə də bizim müvafiq struktur bölmələr bu istiqamətdə müəyyən araşdırma aparırlar və araşdırmanın nəticəsi olaraq da vətəndaşa müvafiq qaydada məlumat bildirilir. Şübhəsiz ki, araşdırmanın da müəyyən belə deyək, səviyyələri var. Ona görə ki, belə deyək, şikayət baxır, hərdən müəyyən bir əməliyyat xarakterli məsələlərlə bağlı olur və ya hər hansı bir xidmətlə və ya funksiya ilə bağlı olur ki, o da müəyyən müddət aparır araşdırma və eyni zamanda da müəyyən qaydada bu vətəndaş qəbulu formatında da həyata keçirilir. Yəni vətəndaşlar fiziki formatda da bizim həm mənim tərəfimdən, həm də ki bizim agentliyin müvafiq vəzifəli şəxsləri tərəfindən qəbul olunurlar və onların müraciətləri və şikayətlərinə baxılır bu formatda. Deməli, mən burada bu sual ünvanlayım, çünki artıq neçənci sualdır ki, gəlirlər. Deməli, soruşurlar, Quba Dost Mərkəzi nə vaxt açılacaq? Gəncədə Dost Mərkəzi yaradılacaqmı? Deməli, Sumqayıt Dost Mərkəzi nə zaman tam hazır olacaq? Bəli, bu bizim planımızdadır. Bildiyiniz kimi Qubada biz artıq bir müddətdir ki, xidmət
göstərməyə planlaşdırırıq və o istiqamətdə də bizim mərkəzimiz orada indi hazırlıq mərhələsindədir. Biz bu il ərzində dediyiniz bütün istiqamətlərdə, həm Quba şəhərində, həm də bizim iki iri şəhərlərimizdə, Gəncə və Sumqayıtda bizim mərkəzlərimizin açılışını planlaşdırırıq. Bu il ərzində? Bu il ərzində, bəli. Bu il ərzində biz xüsusilə Qubanı mən qeyd edirəm. Bu il ərzində, bu ilin sonuna qədər Quba Regional Dost Mərkəzinin açılışı planlaşdırılır. Eyni zamanda Gəncə Regional Dost Mərkəzinin açılışı da planlaşdırılır. Sumqayıtda da işlər gedir, bildiyiniz kimi artıq bu istiqamətdə artıq fiziki olaraq işlər başlanılıb. O da, yəni planımızda var ki, bu ilin sonuna qədər biz onu təhvil verək. Əgər müəyyən dəyişiklik olsa, müəyyən tikinti prosesində və infrastrukturun planlaşdırılması istiqamətində müəyyən işlər gedir. Olmasa da növbəti ilin əvvəlinə düşəcək. Yəni Sumqayıtı mən xüsusilə qeyd edirəm. Amma belə ümumilikdə Quba və Gəncə və Sumqayıt üzrə işlər aparılır və bu il ərzində biz bu ilin sonuna qədər həm Quba şəhərində, həm Gəncə şəhərində biz mərkəzlərin açılışını planlaşdırılır. Həminki mərkəzlərdə işə qəbul olmaq istəyən vətəndaşlarımız nə etsinlər, yazırlar. Burada ümumiyyətlə bu prosedur necə tənzimlənir kimi suallar gəlir. İşə qəbulla bağlı mən onu qeyd etmək istəyirəm ki, ümumiyyətcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə mərkəzləşmiş qaydada işə qəbul prosesi həyata keçirilir və müvafiq qaydada elanlar bizim həm sosial şəbəkələrdə, həm elektron vasitələrdə, veb saytımızda yerləşdirilir. Yəni həmin elanlara baxmaq lazımdır, onları izləmək lazımdır. Yəni rəsmi olaraq o elanlara uyğun olaraq da işə qəbul prosesi həyata keçirilir. Həyata keçirilir və bununla bağlı ictimaiyyətə də ətraflı şəkildə məlumat verilir, əziz izləyicilərimiz. Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə və digər regionlarımızda DOST xidmətlərinin təşkilindən danışardıq. Biz əslində digər regionlarımızdan ötərilə danışdıq. Bu Quba, Gəncə və Sumqayıtda, amma xüsusən də Böyük Qayıdış proqramı çərçivəsində görülmüş çoxsaylı işlər var ki, 2025-ci ildə bu icra olundu və 2026-cı ildə hədəf olaraq yəqin ki, müəyyənləşir. Bəli və biz ümumiyyətcə bu prosesi 22-ci ildən başladıq. O zaman Zəngilan rayonunun Ağalı kəndində biz ilk Smart Dost köşkümüzü biz fəaliyyətə açdıq və artıq bir müddətdir ki, həmin köşk fəaliyyətdədir. Vətəndaşlara xidmət göstərilir həmin köşk vasitəsilə. Eyni zamanda 23-cü ildə bildiyiniz kimi biz Bərdə şəhərində Qarabağ Regional Dost Mərkəzinin açılışını təqdim etdik və ondan sonra artıq bir müddətdir ki, həmin mərkəz vasitəsilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrində bizim fəaliyyətimizi qururuq və qurmağa çalışırıq, planlaşdırırıq. Artıq 2025-ci ildə biz Kəlbəcərdə və Füzulidə xidmət məntəqələrimizi açdıq və vətəndaşlar artıq həmin məntəqələrdən istifadə edirlər və həmin məntəqələr vasitəsilə biz hər məntəqədə 162 xidmətdən 125 xidmətimizi göstəririk. Eyni zamanda Şuşa şəhərimizdə biz tam olaraq funksional filialımızı təhvil verdik və artıq Şuşa şəhərində də bizim filial artıq fəaliyyətdədir, fəaliyyət göstərir və xidmət göstərir bizim vətəndaşlara. Yaxın zamanlarda bizim digər rayonlarda da planımız var ki, biz xüsusən Xankəndi şəhərində planlaşdırırıq ki, bizim bir xidmət məntəqəmiz və ya Smart Dost köşkümüz. Biz planlaşdırırıq ki, Smart Dost çox güman ki, köşkü formatında xidmət göstəriləcək. Eyni zamanda digər rayonlarda da, məsələn, xüsusən Xocavənd rayonunda, Xocalıda, bizim digər rayonlarda, məsələn, Cəbrayıl rayonudur, Qubadlıdır, Laçındır. Harada ki, biz planlaşdırırıq ki, bizim ya xidmət məntəqələrimiz, ya bizim tam olaraq filiallarımız təhvil verilsin. Bu istiqamətdə indi hal-hazırda layihələndirmə işi gedir.
Yer gəlmişkən, bax, elə bir sual var idi. Füzulidən vətəndaşımız yazır ki, Bərdədəki dosta getmək üçün böyük bir vaxt tələb olunur. Onun necə kiçik bir filialını yaradılmağa düşünürsünüz? Artıq Füzulidə xidmət məntəqəsi fəaliyyətdədir. Artıq fəaliyyətdədir və bizim vətəndaşımız həmin xidmət məntəqəsinə bəli, tam olaraq müraciət edə bilər. Və əslində hardasa ki, regional dost mərkəzləri olacaqsa, o rayona yaxın rayonlarda dost məntəqəsinin fəaliyyət göstərməsi nəzərdə tutulur. Bəli. Ya bu smart dost olacaq və yaxud da ya xidmət məntəqəsi və ya filial. Yəni bu indi bizim tam olaraq planlarımıza uyğundur və biz çalışırıq ki, vətəndaşlara yaxın olaq və bütün xidmətləri vətəndaşlara çıxardaq. Yəni vətəndaşlar həmin xidmətlərdən tam olaraq istifadə eləsinlər. Füzuliyə gəldikdə isə artıq orada bizim xidmət məntəqəmiz fəaliyyətdədir və vətəndaşımız ora müraciət edə bilər. Digər bir sual isə smart, yəqin ki, smart deyəndə onlayn xidmətlər mi nəzərdə tutulur, necəsə mobil xidmətlər, aydınlıq gətirdi fikrinə. Mobil xidmətlərin təşkil olunması dost üçün nə qədər prioritetdir deyə soruşurlar. Bəzən vətəndaşın gəlməsi və yaxud da vətəndaş qeyd edir ki, yaş faktoru var orada, yaşlı insanlar var, bir ərazidən gəlməsi kimi faktorlar var. Bu, birbaşa olaraq mobil dost xidmətinin... Bəli, bizim xidmətlərimizin ümumiyyətcə elektronlaşması, rəqəmsallaşması istiqamətində işlər aparılır. Xidmətlərin 90% artıq rəqəmsallaşıb və rəqəmsal formatda təqdim olunur. Hal-hazırda bu proses davam eləyir. Artıq bilirsiniz ki, süni intellekt dövrüdür və süni intellektin də xidmətlərə gətirilməsi və xidmətlərin daha da bu istiqamətdə proaktiv formatda hətta bir çoxsunun göstərilməsi, eyni zamanda tam olaraq virtuallaşması istiqamətində işlər aparılır. Eyni zamanda mən bununla paralel səyyar xidmətlərin göstərilməsini də qeyd eləmək istəyirəm ki, biz rəqəmsallaşma ilə paralel səyyar xidmətlərin göstərilməsini də təşkil etmişik və yerdən, qeydiyyatdan asılı olmayaraq xidmətləri göstəririk, amma yenə də vətəndaşlar bizə müraciət edib səyyar xidmətlərdən də yararlana bilər. Burada da bir çətinliyimiz yoxdur. Əgər vətəndaş müraciət edərsə, səyyar xidmət almaq istəyirsə, aidiyyatı üzrə dostun saytına müraciət etməlidir, 142 çağrı mərkəzinə müraciət etməlidir. Şübhəsiz ki, bu bir faktora bağlı olacaq, o da bizim belə deyək, lokasiyamız, yəni yerləşməmiz. Əgər biz həmin bölgədə və ya şəhərdə yerləşmiriksə, şübhəsiz ki, o istiqamətdə bir qədər çətindir bizə hər hansı bir xidmət göstərməyə. Şübhəsiz ki, bizdən başqa digər qurumlar da var ki, yəni bizdən öncə onlar o xidmətləri göstərib. Bildiyiniz kimi Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi və digər müvafiq qurumlar bu istiqamətdə həmin bölgələrdə və ya rayonlarda hardakı dost yerləşmir hələ ki. Orada onlar o xidmətləri davam edirlər göstərməyə. Amma dost mərkəzləri və ya məntəqələri və ya filialları yerləşən yerlərdə, şəhərlərdə, bölgələrdə şübhəsiz ki, biz həmin o səyyar xidməti göstərə bilərik. Göstərə bilərik. 2025-ci ildə Dost Agentliyi rəqəmsal xidmətlərin genişləndirilməsi və innovativ həllərin tətbiqi sahəsində də kifayət qədər yeniliklərə imza atdı. Biraz ondan danışardıq. Bəli, eləmişik və bu istiqamətdə işlər daim gedir bizdə. Və mən artıq qeyd elədim ki, rəqəmsallaşma faizi artıq 90%-dir və bu istiqamətdə işlər davam eləyir. Eyni zamanda bir çox istiqamətlər üzrə də işlər davam eləyir. Məsələn, əmək və məşğulluq istiqamətində bilirsiniz ki, ümumi mərkəzləşmiş elektron informasiya sistemi bizdə fəaliyyətdədir və həmin mərkəzləşmiş elektron informasiya sisteminin daxilində də müxtəlif elektron alt sistemlər fəaliyyətdədir ki, həmin alt sistemlər də müxtəlif istiqamətləri əhatə edir və xidmətlər də həmin alt sistemlər vasitəsilə göstərilir və biz burada da bir çox işlər görmüşük. Məsələn, iş yerinə dair arayışın ümumiyyətcə elektron formada göstərilməsi, verilməsi və həmin bölmə vasitəsilə əmək müqaviləsi ilə yanaşı əmək müqaviləsinin olmaması ilə bağlı elektron arayışın verilməsi. Məsələn, bax, bu cür bir xidməti biz təqdim elədik.
səyyar xidmətlərlə bağlı və onların sifarişi ilə bağlı müəyyən işlər aparırıq və burada xüsusən bu istiqamətdə vətəndaş müraciətlərinin surətli formatda qəbul edilməsi, optimal formada emalı və həmin xidmətlərin göstərilməsi istiqamətində də elektronlaşma prosesi gedib və orada da müəyyən deməli elektron həllər tətbiq olunub ki, artıq səyyar xidmətlərin də göstərilməsi istiqamətində vətəndaşlar artıq virtual formatda bizə müraciət edib həmin müraciətdən yararlana bilərlər. Yəni bir çox istiqamətlərdə biz bu işləri aparırıq və bu iş dayanmır, bu iş daimidir. Ona görə ki, bilirsiniz ki, dünyada da bu istiqamətdə işlər geniş formatda aparılır. Biz də bundan artıq geri qalmırıq, kənar qalmırıq. Vətəndaşlarımızın suallarına keçid alardıq, çünki onları da maraqlandıran bir neçə suallar var, hansı ki, DOST xidməti ilə bağlıdır. 142 çağrı mərkəzində gözləmənin azaldılması üçün hansı işlər görülür? Yəni ki, xəttə gözləmədən söhbət gedir. Ümumiyyətlə... Bu istiqamətdə ümumiyyətlə statistikalar kifayət qədər optimaldır bizdə artıq. Yəni gözləmə və vətəndaşa xidmət göstərmə. Yəni biz optimal 5 dəqiqəyə qədər olan periodda vətəndaşa xidməti göstərə bilirik. Yəni orada təxmini 3 dəqiqə yarım xidmətin özünün orta statistik göstərici ilə göstərilməsi və hardasa 1 dəqiqəyə qədər xəttə gözləmə. Kanalların məşğul olması kimi bir problemlə üzləşirikmi hazırda? Hazırda bu belə bir dərin problem deyil. Yəni əvvəllər şübhəsiz ki, bu problem daha dərin idi və bilirsiniz ki, xüsusən pandemiya dövründə bu problem özünü çox biruzə verdi o zaman. Amma hal-hazırda biz kifayət qədər texniki imkanlara maliki və eyni zamanda texniki nöqteyi nəzərdən və proqram tətbiqi nöqteyi nəzərdən də biz təkmilləşmişik. Eyni zamanda bildiyiniz kimi çağrı mərkəzi 142-nin özü də bir struktur bölmə olaraq da təkmilləşib, artıq MMC formatında fəaliyyət göstərir. Operatorların da sayı kifayət qədər artıb və eyni zamanda institusional nöqteyi nəzərdən də, təşkilati nöqteyi nəzərdən də çağrı mərkəzi özü təkmilləşib son dövrlərdə. Ona görə bütün bunları nəzərə alaraq, yəni həm bunun texniki tərəfini, proqram təminat tərəfini, eyni zamanda bunun təşkilati, institusional tərəfini nəzərə alsaq, təkmilləşmə kifayət qədər geniş gedib və gedir hal-hazırda, dayanmır. Amma yenə də yəni statistik göstəricilər onu göstərir ki, 5 dəqiqəyə qədər olan periodda müddətdə həm gözləmə, həm də ki, xidmət göstərmədir. DOST mərkəzinə gələn vətəndaş ortalama neçə dəqiqə ərzində xidmət alır? Bugünə təxmini 10 dəqiqə, onun hardasa 2 dəqiqədən bir qədər çox olan müddəti gözləmədir və hardasa 7 dəqiqə yarım, 8 dəqiqəyə yaxın xidmətin özünün göstərilmə periodudur. Hardasa 10 dəqiqəyə yaxın vaxt sərf olunur, orta statistik göstərici olaraq. Yəni vətəndaş mərkəzə gəlir və 10 dəqiqə ərzində xidmətini alıb mərkəzi tərk edir. Aydındır. Deməli, səyyar xidmətdən yararlanmaq üçün neçə gün qabaq müraciət etmək lazımdır? Orada məsələ gündən getmir, yəni müraciətin özündən gedir. Yəni müraciət və eyni zamanda müraciətin məzmunu, mövzusu bilinəndən sonra artıq o müddət ona uyğun proqram hesablanır, tərtib olunur deyə bilərik. Digər bir sual isə DOST mərkəzlərində imtina üçün göndərilən cavabı rəsmi qaydada ala bilərikmi deyir? İmtina üçün. Xidmətlə bağlı çox güman ki. Bəli, hər hansı bir imtina verilir vətəndaşa və bununla bağlı rəsmi məktub almaq istəyir, digər instansiyaya müraciət etmək üçün. Bəli, bu mümkündür və əslində həmin rəsmi imtina da rəsmi məktub formatında təqdim olunur. Ona görə yəni mən düşünürəm ki, burada heç bir çətinlik olmamalıdır. Çətinlik olmamalıdır. Və əslində bu sahələrlə bağlı ətraflı şəkildə biz danışdıq. Bizim kiçik bir fasiləmiz var. Dostlar, suallarınızda hər birini oxuyacağıq. Kiçik bir fasilədən sonra Fərid müəllim sizin sualları cavablamış olacaq. Bizimlə qalın, davam edirik. İşğaldan azad edilmiş torpaqlarımıza həyat qayıdır.
öz doğma yurdlarına qayıdan vətəndaşlarımız dost xidmətləri ilə də əhatə olunub. Qarabağ Regional Dost Mərkəzində məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial hüquqi, sosial məişət xidmətləri, ümumilikdə 161 adda xidmət göstərilir. 7 avqust 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutan mərkəzdə fəaliyyəti dövründə 170 minə yaxın şəxs dost xidmətlərindən yararlanıb. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 99%-dən yüksəkdir. Bundan əlavə, burada Qarabağ Peşə Hazırlığı Mərkəzində 7 emalatxana, 8 sinif və təlim otağı vətəndaşlarımızın xidmətindədir. ...2024-cü ildə mərkəzin Şuşa filialı fəaliyyətə başladı. İndi artıq Şuşada da vətəndaşlarımız bir pəncərə prinsipi ilə təqdim edilən dövlət sosial xidmətlərindən rahatlıqla yararlana bilirlər. Fəaliyyəti dövründə filialda 1500-ə yaxın vətəndaşımıza xidmət göstərilib. 3 ildən çoxdur ki, Zəngilan rayonunun Ağalı kəndində ölkənin ilk Smart Dost məntəqəsi fəaliyyət göstərir. Burada vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində xidmətlərdən şəffaf və rahat şəkildə faydalana bilir. Məntəqədə xidmətlər onlayn qəbul sistemi vasitəsilə virtual olaraq göstərilir. Vətəndaş video görüntü bağlantısı ilə dost mərkəzlərinin sosial agentliklə əlaqə quraraq müraciət edəcək və müraciəti yerindəcə həll edəcək. Növbəti mühüm addım Kəlbəcər Dost məntəqəsinin açılışı oldu. Burada gün ərzində 120-yədək vətəndaşın qəbulu mümkündür. Xidmətlər müasir, şəffaf və çevik mexanizmlərlə göstərilir. Məqsədimiz harda yaşamasından asılı olmayaraq, hər bir vətəndaşımızın sosial xidmətlərə maksimum rahat çıxışını təmin etməkdir. Bugün Dost, işğaldan azad olunan torpaqlarımızın dirçəlişinə xidmət edən ən mühüm sosial layihələrdən biridir. Burada yollar çəkilir, evlər tikilir, infrastruktur qurulur. Amma ən böyük nailiyyət doğma torpaqlarına qayıdan insanların üzündəki təbəssümdür. Dost, bu torpaqlara təkcə xidmət deyil, həm də sabaha inam gətirir. Əmək müqaviləsi bağlamadan işləmək işçini layiqli əmək və sosial təminat hüquqlarından məhrum edir. Yeni rəqəmsal platformalar əmək müqaviləsinin bağlanması prosesini daha çevik və vətəndaşlar üçün əlçatan edir. İşçi və işə götürənlər arasında əmək müqavilələri əmək və məşğulluq alt sistemi platformasında elektron qaydada imzalanır. Bu proseslər Sima imza, Asan imza və elektron imza vasitəsilə həyata keçirilir. Eyni zamanda e-sosial portalının mobil tətbiqinə əlavə olunmuş yeni funksiya sizə bir kliklə əmək müqaviləsini imzalamağa imkan verir. Necə? İşə götürən tərəfindən təsdiq üçün təqdim edilən əmək müqaviləsi vətəndaşın e-sosial mobil tətbiqində əmək müqaviləsinin imzalanması bölməsində əks olunur. İşə qəbul olunmuş şəxs bu müqaviləni Sima rəqəmsal imza və ya Asan imza vasitəsilə rahat şəkildə imzalaya bilir. İşə götürənlərin diqqətinə. Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsinin son müddəti iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işə götürənlər üçün 2025-ci il 1 iyul, ailə kəndli təsərrüfatları və ailə müəssisələrinin işə götürənləri üçün isə 2026-cı il 1 yanvardır. Əlavə məlumat üçün 142 çağrı mərkəzinə müraciət edə bilərsiniz. Əmək müqaviləsi ilə sosial hüquqlarımızı birlikdə qoruyaq. Bir daha xoş gördük sizi əziz Dost TV izləyiciləri. Sosial saatdasınız və biz bugünləri Dost Agentliyinin fəaliyyətindən danışırıq. Bizim studiyamızın qonağı
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovdur. Fərid müəllim, sizin sualları cavablamış olur. Bizə yaza bilərsiniz, öz fikirlərinizi bizimlə bölüşə bilərsiniz. Bu müddət ərzində yazdığınız bəzi sualları səsləndirdim və Fərid müəllim, vətəndaşlarımız bizdən soruşur ki, Dost Agentliyi Nazirliyin bütün xidmətlərini mi göstərir, yoxsa hələ göstərmədiyi xidməti var? Yox, şübhəsiz ki, bütün xidmətlər göstərilir və burada yəni tam spektr, bütün xidmət spektri əhatə olunub və planımızda odur ki, indi biz artıq qeyd elədik ki, bizim xidmət siyahısı daim optimallaşır. İl ərzində bir neçə dəfə optimallaşıb keçən il, 25-ci ildə. Biz bu ildə gözləyirik ki, optimallaşma davam eləyəcək. Şübhəsiz ki, bütün xidmətlər Dost Agentliyi tərəfindən əhatə olunur. Deməli, digər bir maraqlı tədbir ötən illəri siz də qeyd elədiniz. Soçkov 2025 tədbiri idi ki, həm beynəlxalq nüfuz baxımından çox önəmli bir tədbir idi və bu sahənin beynəlxalq müstəvidə tanınılmasına öz müsbət təsirini göstərmiş oldu. Ümumiyyətlə, Dost brendinin xarici ixrac edilməsi məsələsi daim müzakirə mövzusudur və bu sahədə də yaxşı və uğurlu nəticələr əldə etmişik. Biraz bu barədə danışaq. Bəli, Dost brend olaraq, model olaraq sosial sahədə artıq dünyada da tanınır. Biz bu istiqamətdə geniş miqyaslı təşviqat işi aparmışıq və bir sıra ölkələr var ki, maraq göstərirlər bu modelə və bu istiqamətdə də iş aparırıq biz. Artıq keçmişdə də biz qeyd eləmişik ki, bir neçə ölkə, məsələn, Moldova Respublikası kimi, Özbəkistan Respublikası kimi ölkələr bizim təcrübədən istifadə edib və bizim təcrübəni öz ölkələrində istifadə edirlər geniş miqyasda. Və siz qeyd elədiniz Soçgov brendini. Bəli, bu Soçgov brendi artıq bizim üçün bir belə deyək, bir platforma formatına çevrilib, bir brendə çevrilib, eyni zamanda platforma formatına çevrilib ki, həmin platformada biz müxtəlif yerli və beynəlxalq ekspertlərin təcrübə, bilik mübadiləsini təşkil edirik. Eyni zamanda illik bu istiqamətdə də tədbirlərin keçirilməsi planlaşdırılır. Artıq oktyabr ayında biz 25-ci ilin 24 oktyabr tarixində biz ilk konfransı keçirdik bu brend altında. Bu il növbəti bu istiqamətdə tədbirin keçirilməsi gözlənilir. Eyni zamanda tədbir daha şaxələnəcəkmi? Şaxələnəcək, bəli, genişlənəcək və eyni zamanda biz planlaşdırmışıq ki, bu il biz ilk dəfə sosial sahədə Azərbaycanda mükafatlandırma tədbirini keçirdək və bu mükafatlandırmanı artıq ən azı regional, ola bilsin beynəlxalq səviyyəyə çıxardaq. Hal-hazırda bu istiqamətdə daxili məsləhətləşmələr gedir. Olacaq? Bəli, bəli. Bir neçə istiqamət üzrə biz planlaşdırırıq ki, burada mükafatlar təqdim olunsun. Şübhəsiz ki, bu həm sosial xidmətləri əhatə edir, həm məşğulluq istiqamətini əhatə edir, həm regional sosial layihələri və proqramları əhatə edir. Yəni, bütün bu istiqamətlərdə biz artıq bu mükafatlandırma işinin aparılması ilə bağlı artıq müəyyən planlarımız var. Biz iş aparırıq. Düşünürük ki, bu ilin sonuna qədər də bu istiqamətdə biz növbəti bir tədbir keçirdəcəyik. Əslində kifayət qədər uğurlu bir ideyadır. Çünki istər-istəməz bu sahə ilə bağlı həm Azərbaycan brendindən, Azərbaycan ölkə olaraq da bir ixrac formasında başqa bir addır, başqa bir nüfuzdur ki, hansı ki təqdim olunur. Sadəcə sosial sahə ilə xidmət göstərən qurumları mı əhatə edəcək, yoxsa bura artıq özəl təşkilatlardan müraciət edə bilər? Burada ilk olaraq prioritet verilir sosial sahədə, sosial xidmətlər göstərən təşkilatlar, sosial sahədə siyasətlə məşğul olan, hər hansı bir əməliyyat və funksional fəaliyyət göstərən təşkilatlar. Eyni zamanda şübhəsiz ki, bu istiqamətdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da cəlb oluna bilər, müxtəlif qurumlar cəlb oluna bilər. Şübhəsiz ki, söhbət tək qurumlardan getmir. Eyni zamanda fərdlər də bura müraciət edə bilərlər. Yəni, tanınmış beynəlxalq ekspertlər var bu sahədəki, onlar da
ekspert şəklində bunlar fəaliyyət göstərirlər və müxtəlif proqram və layihələrə məsləhətlər verirlər və həmin proqram və layihələri idarə edirlər. Yəni onlar da bu prosesə qoşula bilərlər. Yəni həm təşkilata, həm fərdi istiqamətdə bu proses özünü göstərəcək. DOST modeli üçün DOST modelinin maraqlı gəldiyi ölkələrin sayı təqribi varmı və yaxud da onlar bu ölkədə tətbiq olunduqda ad olaraq, brend olaraq DOST mu qoyulur, yoxsa sadəcə konsepsiya oradan götürülür? Hal-hazırda hardasa 20-yə yaxın ölkəni mən qeyd edə bilərəm ki, maraq göstərirlər DOST modelinə. Hardasa 20-yə yaxın ölkədən konkret bir ölkəni mən qeyd edə bilərəm ki, DOST brendi ilə hal-hazırda iş aparır. O da Moldova Respublikasıdır ki, hazırda Moldovada çox yaxın formatda artıq işlər aparılır və hazırda orada infrastruktur səviyyəsində işlər aparılır. Yəni fiziki mərkəzlər qurulur və biz gözləyirik ki, Moldovanın 5 şəhərində fiziki regional mərkəzlər qurulacaq. Artıq bu proses getməkdədir. Artıq maliyyəsi də verilib Moldova hökuməti tərəfindən və eyni zamanda artıq satın alma prosesləri də bitib bir çox istiqamətdə artıq işlər başlayıb, işlər gedir. Biz düşünürük ki, bu ilin sonuna qədər biz Moldovada ilk DOST brendi altında mərkəzi görəcəyik. Yəni bizim orada dəstəyimiz bizim dəstəyimiz şübhəsiz ki var. Bizim dəstəyimiz əsasən daha çox sosial siyasət, daha çox layihələndirmə, xidmət modelləri, monitorinq və qiymətləndirmə sistemləri, yəni daha çox bu istiqamətdədir. Eyni zamanda biz onlara bu modeli tam olaraq yerli şəraitə uyğunlaşdırmaq və eyni zamanda təşkilati səviyyədə, institusional səviyyədə qurmaq, o istiqamətdə də onlara məsləhətçi xidmətləri göstəririk. Fərqan və söhbətimizin sonunda DOST agentliyinin qarşıdakı dövr üçün əsas prioritetləri və strateji hədəfləri nədən ibarətdir? Şübhəsiz ki, bu istiqamətdə bizə əsas məsələ bizdə xidmətlərin əlçatanlığının genişləndirilməsi, xidmətlərin daha da səmərəli və sadə formatda vətəndaşlara göstərilməsi. Eyni zamanda mən artıq qeyd elədim, süni intellektin xidmətlər istiqamətində tətbiqi və əgər biz rəqəmsallaşmadan danışırıqsa, şübhəsiz ki, süni intellekt də burada əsas rol oynayır. Süni intellekt də xidmətlərə şübhəsiz ki, effektivlik gətirəcək, vətəndaşlara həmin xidmətləri daha sadə formatda təqdim edəcək, daha rahat formatda həmin xidmətlər göstərilə biləcək. Bəzi bizim vətəndaşlarımız bu barədə sualları verirlər artıq. Və şübhəsiz ki, bu əlçatanlığı artıracaq, genişləndirəcək. Eyni zamanda bizim müəyyən strateji hədəflərimiz var idi ki, bizim strategiyamız bu il 26-cı ildə artıq bitmək üzrədir və biz yeni strategiyamızın işlənməsi istiqamətində fəaliyyətdə olacağıq, işlər aparacağıq. Artıq siz qeyd elədiniz ki, beynəlxalq səviyyədə bizim müəyyən planlarımız var ki, mən artıq qeyd elədim, Moldovada bu ilin sonuna qədər ilk mərkəzin təhvilini planlaşdırırıq ki, DOST brendi altında ilk mərkəz təhvil verilməlidir. Artıq fiziki olaraq təhvil verilməlidir. Eyni zamanda biz yeni ölkələrlə artıq əməkdaşlığa başlamaq niyyətindəyik. Məsələn, Xorvatiya Respublikası böyük maraq göstərir DOST modelinə və biz artıq bu il ərzində Xorvatiya Respublikası ilə də bu istiqamətdə işlərin aparılmasını planlaşdırırıq. Bu da bizim üçün çox önəmlidir. Nəyə görə? Xorvatiya Avropa İttifaqının üzvüdür, bildiyiniz kimi və bizim üçün də bu çox maraqlı olacaq. Ona görə ki, Avropa İttifaqının üzvü olan ölkəsi ilə biz bu istiqamətdə əməkdaşlıq quracağıq. Müxtəlif digər ölkələrdən də maraqlananlar var və biz o istiqamətdə də işlər aparırıq. Yəni beynəlxalq səviyyədə də şübhəsiz ki, bu özünü göstərir. Eyni zamanda Sazgov brendinin təşviqi ilə bağlı biz artıq qeyd elədik. Biz bu ildə bu istiqamətdə işlər aparacağıq və artıq biraz yeniliklər də olacaq. Çox yeni maraqlı proyektlər olacaq, layihələr olacaq və biz onları da bu brend altında həyata keçirdəcəyik. Ümumiyyətcə, DOST konsepsiyası ilə bağlı biz xidmətlərin keyfiyyətinin yüksəlməsi bu bizim üçün çox önəmli bir məsələdir və biz burada yeni keyfiyyət meyarlarının təyinatı, yeni keyfiyyət meyarlarının ümumiyyətcə istifadəsi və burada
monitorinq və qiymətləndirmə bizim üçün çox Bəli. önəmlidir və bunun yekunu olaraq da vətəndaş məmnunluğunun artırılmasıdır. Əsas hədəfimiz də budur. Hədəf də budur, bəli. Təşəkkür edirik, çox sağ olun. Minnətdarıq bu günlər gəldiniz və bizim ilk buraxılışımızda bizimlə birlikdə olduğunuz vətəndaşımızın suallarını cavablandırdınız. Əziz dostlar, qeyd edeyim ki, Sosial Saatın qonağı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov idi ki, həm bizim, həm də vətəndaşımızın sualını cavablamış oldu. Mən sizinlə sağollaşıram. Növbəti Sosial Saatda görüşmək ümidi ilə deyirik. Özünüzə yaxşı baxın və salamat qalın.